Bir nömrəyə, yox, öncə belə idim. Bir nömrəyə bir neçə dəfə zəng vurdum. Cavab verən olmadı. Dedilər ki, bu xanım özünə şəxsi təyyarə alıb. Bahalı maşın sürdüyünü hamımız bilirdik. Bahalı, zəngin həyat yaşadığını, oliqarx bir həyat yaşadığını bilirdik. Amma təyyarə biraz şəxsi təyyarə bilirik. İbrahim Tatlısəsin, nə bilim, vaxtı ki Michael Jackson'ın, Elton John'un, var da, var, bir çoxlarının var, amma bizdə yox idi. Və dedilər ki, müğənni Zahidə Günəş özünə şəxsi təyyarə alıb. Əzim Zahidə Günəş, telefonuma cavab ver, zəngimə cavab ver. Azından təyyarənin şəklini, fotosunu çək at. İnsanlar görsün, izləyicilər ki, sən doğrudan təyyarə almışsan və hansı təyyarədir? Tu neçədir? Tu deyirlər də ona. Hörmətli Zahidə xanım, telefonuma cavab verin. Deyirlər, siz artıq şəxsi təyyarə almışsınız. Təyyarənin fotosunu çəkin, mən atın, sonra səfərə baxar.